Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma amma ba'd. Oruc hakkında hədislərdən 18-cisi visal orucu haqqındadır. Visal orucun mənası nədir? Yəni, orucları iftar, sahur etmədən bir-birinə birləşdirmək. Yəni, gündüz oruç tutduğu kimi gecə də orucu pozan şeylərdən çəkinmək. Ən Abdullah ibn Umar radiyallahu anhuma qal, nəhə Rasulullah sallallahu aleyhi və səlləm anil visal, qalu ya Rasulallah, innəkə tuvasilu, qalə inni ləstu kəhiyətikum, inni ut'amu və usqa. Abdullah ibn Umar radiyallahu anhuma deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm visal orucundan, visaldan çəkindirdi. Yəni, orucları bir-birinə birləşdirməkdən çəkindirdi. Dedilər ki, ey Allahın Resulü, sən bəs birləşdirirsən orucları bir-birinə. Qalə inni ləstu kəhiyətikum. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən sizin formanızda, sizin kimi deyiləm, mən yedizdirilirəm və içizdirilirəm. Bu hədisi Əbu Hureyra və həmçinin Ayşə radiyallahu anhə və həmçinin Ənəs ibn Məlik radiyallahu anhum rəvayət ediblər. Və Müslimdə gələn ləfsdə isə gəlir ki, Əbu Səid Əl-Xudri radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, فَأَيُّكُمْ أَرَادَ أَنْ يُوَاصِلَ فَلْيُوَاصِلْ إِلَى السَّحَرِ Sizdən kim birləşdirmək istəsə orucları, sahura qədər birləşdirsin. Yəni, bugünkü sahurdan, axşam iftar etmədən, sabahki sahura qədər. Yəni, bugün sahur edirsən, bir də yiyirsən, sabah sahurda. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buna isə icazə verib. Hədisin mənası, İslam şəriəti yüngül və rahat bir şəriətdir və heç bir çətinlik və yorğunluq yoxdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ümumiyyətlə şəriətdə həddi aşmaq bəyənilmir. Həddi aşmaq bəyənilmir. Çünki bunda insanın öz nəfsinə əzab verməsi var. Və Allah-u Teala da heç kimi bacarmadığı yüklə yükləməmişdir. Və həmçinin rahatlıqda, yüngüllükdə insanın əməlinin davamiyyəti var. İnsan nə qədər rahatlıqda, yüngüllükdə olarsa, ibadətlərlə bərabər həmçinin öz rahatına da baxsa, yəni əməlləri davamiyyətli olar. Və həmçinin bunda adillik var. Allah Subhanahu və Teala adillik qoyub ki, insan Allahın haqqını verməklə bərabər öz nəfsinin də, öz ehtiyaclarının da haqqını verməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm visal orucundan çəkindirib. Visal nədir? Və huvə tərku mə yuftiru bin nəhar əmdən fi ləyəli as-siyam. Yəni, Ramazan gecələrində, onun gündüzlərində nə ilə ki iftar olunursa, gecələr də o şeylərdən çəkinmək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona verilən gücə görə, Allah Teala'nın ona verdiyi, yəni onun yedirməsi, içirməsinə görə orucları bir-birinə birləşdirirdi. Və sahabələr soruşurlar ki, innəkə tuvasilu və lənə fikə qudvə. Yəni, sən birləşdirirsən və səndə bizim üçün də örnək var. Və o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən sizin kimi deyiləm. Məni Allah Teala yedirir, içirir və وَلَيْسَ لَكُمْ هَذَا Bu sizin üçün deyil. فَتَقُوُّونَ عَلَى الْوِسَالِ Və siz visal üçün, yəni orucları birləşdirmək üçün gücünüz çatmaz. Və ondan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, siz nə qədər ki, yəni istəyirsiniz, yəni əgər istəyirsinizsə, kim özündə qüvvət, güc hiss edirsə buna, onda deyir ki, sahura qədər birləşdirsin. Yəni bunu Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verib sahura qədər birləşdirməyi. Yəni, sahura qədər birləşdirmək nədir? Yəni, gecədə bir dəfə yemək yiyirsən, o da sahur vaxtı. Və orucun da hikmətlərindən odur ki, insan yeməyini azaltması. Hədisdən götürülən faydalardan təhrimul visal, orucu birləşdirməyin haram olması. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm kimi birləşdirmək başqaları üçün haramdır. Haramlıq hardan götürüldü? Ümumi Peyğəmbər sallallahu aleyhi və səlləmin qadağanından. Və qadağan da haramlığa dəlalət edir.
Və ikincisi faydalardan cəvazuhu lil-qadiri aleyhi ilə-səhər və tərkuhu əvlə. Kim bacarırsa birləşdirməyə, sahura qədər onun birləşdirməsi caizdir, amma bunu da tərk etməsi onun üçün daha yaxşıdır. Bunu da tərk etməsi onun üçün daha əfsəldir. Ondan sonra faydalardan rahmetüş şəri'əl həkimir rahim bil ümmə iz harrama aleyhim mə yadurruhum. Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətə olan rəhməti belə ki, onlara zərər verən şeydən onlara haram etmişdir. Zərər verən şeyləri onlara haram etmişdir. Ondan sonra faydalardan dində həddi aşmaqdan çəkindirmək. Həqiqətən bu şəriət yüngülləşdirən, rahatlaşdıran bir şəriətdir. Adil bir şəriətdir. İnsan Rəbbinin haqqını verdiyi kimi bədəninin də haqqını verir. Və şəriətin əmirləri və qadağanları insanın məsləhətlərinə qayıdır. İstər dinində, istər dünyasında insanın məsləhətlərinə uyğundur. Ənəl visale min xasaisin Nəbi sallallahu aleyhi və səlləm li'ənəhu ləzi yəqdur aleyhi vəhdəhu və lə yəlhəquhu əhədun fi hədəl məqam. Ondan sonra faydalardan orucları bir-birinə birləşdirmək, hətta sahur etmədən də bir-birinə birləşdirmək Peyğəmbər sallallahu aleyhi və səlləmin xüsusiyyətlərindəndir. Çünki buna yalnız o bacarırdı. Allah-u Teala'nın ona verdiyi gücə görə, onu yedirib içirməsinə görə və bu şeydə Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqasına bu əməl caiz deyildir. Ondan sonra faydalardan enne ma'na'at ta'am ve şarab bin nisbeti ila Nebi sallallahu aleyhi ve sellem fi hadal hadis huwa lezzetul munacat ve sururun nefs el-kebira bi liqa'i mahbubiha. Və deyir ki, yemək və içməkin, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin bu hədisdə yemək və yedirilmək və içirilməsinin yəni mənası nədir? Yəni o Peyğəmbər sallallahu aleyhi və sellemin Allahla münacatda tapdığı ləzzətdən duyduğu o, yəni toxluqdur. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahla münacatdan elə sevinc və ləzzət tapırdı ki, və onun artıq heç yeməyə, içməyə də ehtiyacı olmurdu. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisdə keçən yedirilməsi və içirilməsinin mənası elə budur. Ondan sonra faydalardan ənə qurubuş şəms vaxtun lil iftar. Günəşin batması iftarın vaxtıdır. Günəş batdığı zaman artıq iftarın vaxtı daxil olur. Və faydalardan axırıncısı buyurur ki, şeyx, fihi thubutul xasais lin-nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmə bəzi şeylərin xas olmasının sabit olması. Bu ilə sabit olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bəzi şeylər xasdır. Onlardan da birisi visal orucu, yəni orucları bir-birinə birləşdirmək. Və Allah Teala'nın Quran-ı Kərimdəki ayəsi ki, "Laqad kana lakum fi rasulillahi uswatun hasana", sizin üçün Allahın Rəsulunda gözəl bir örnək vardır. Yəni bunun mənası odur ki, yəni ümumiyyətlə bu ayə ümumi bir ayədir ki, Allahın Rəsulunda sizin üçün gözəl bir örnək vardır. Amma elə şeylər var ki, o şeylərdə Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır, visal orucu kimi, o şeylərdə artıq bu ayədən ayrı olaraq xüsusiləşdirilir. Allah Teala eşitib faydalanlardan eləsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.